Salam aleykum, hər vaxtınız xeyir olsun. Daima Nexia. Bilən nə bilir, bu mənim kesmiş maşınımdır. Bunun peçi tutulub, peçi soyuq vurur. İstini çox az vurur. Gətirdim peçin yuyaq. Da normal 70 dərəcəyə qaldırmışıq. İndi yoxlayaq görə peçi nə qədər tutuqdu. Bismillah. Vay, peşten çıxana bax. Bal bal. Bu da peçin. Tərsinə, abraqdasını yuyulur. Peçin içindən çıxanlara bax. Nə halda. İndi gəl yoxlayaq görək. Gəl zaman kaç. Şişesi bildirir de. Balı. Baxın. Radiatörün içindən çıxanlara baxın. İndi çıxardım. Yerdə yoxlayıb. Bunu tut bir dənə. Zəhmət olmasa. Siz de çəkin bir usta. Oy bilə çıxdı. Pesin içindən çıxanlara baxın. Böyrək daşıdı. Buna bax, buna bax. Gəl bunları. Məhsulları yerə tökək. Ölümü təmizlik. Bax. Dədavoy. Bu nədir? Konkret olaraq böyrək daşıdı da. Buna görə də maşınınızı heç vaxt sunan sürməyin. Sunan sürəndə o belə zirzibil gətirir. Bunu yuyum. Düşüncəyirsən daha parnoya getməyə ehtiyac yox. Parnoy bu. Gəlin bu Nexia, oturun, parnoydur. Orada bir bax tam qısım bu 90 dərəcə çatsın. 90 dərəcədə lattaya görəcəksən ki, vəziyyət nə yerdədir. Əziz dostlar, videonu bəyənin, dostlarla paylaşın və fikirlərinizi kommentdə bildirməyi unutmayın. Sizin də avtomobilinizdə beləsi böyrək